Sevginin mətbəxindən hər kəsə salam. Bu gün sizlərə qarpız qabığından elə gözəl mürəbbə hazırlamışam ki, görən hər kəs onun reseptini soruşur. Siz də belə gözəl qarpız mürəbbəsi hazırlamaq istəyirsinizsə, videonu sonadək izləyin. Hazırlanma qaydası ilə tanış olmazdan da öncə kanala abunə olaraq mənə dəstək olmağı unutmayın. Gəlin indi necə hazırlayıram onu izah edim. İlk öncə qarpızın qabığını soyuram. Daha sonra doğrayıram. Qarpızları doğradım, hazırdır. İndi isə bir qaba 3 litr su əlavə edirəm. Üzərinə 2 xörək qaşığı soda töküb qarışdırıram. Daha sonra isə qarpızları bu suyun içərisinə əlavə edirəm və 6-7 saat saxlayıram. Və 7 saat qarpızları sodalı suda saxladım. İndi isə yaxşı yuyuram. Qarpızları təmiz şəkildə yudum, hazırdır. İndi isə şərbətini hazırlayıram. Məndə qarpız 2 kiloqram olduğu üçün 2 kiloqram şəkər tozu tökürəm. 4 stəkan da su əlavə edirəm. Şərbəti ocağın üzərinə qoyuram. Şərbət tam əridikdən sonra isə qarpızları şərbətin içərisinə əlavə edirəm və bu şəkildə 30 dəqiqə qaynadıram. Qarpızı 30 dəqiqə bişirdikdən sonra altını söndürürəm. Tam soğuduqdan sonra yenidən hazır olana dək bişirəcəm. Mürəbbəmiz tam soyuyub, indi yenidən bişirəm. Tam hazır olana dək bişirəcəm. Mürəbbə hazır olana yaxın mürəbbəyə mixək əlavə edirəm. Daha sonra isə limon duzu əlavə edirəm. Mürəbbəni qarışdırıb ocaqdan götürürəm. Və budur, artıq mürəbbəmiz hazırdır. Çox gözəl bir mürəbbə alındı.
Əgər siz də bəyəndinizsə, kanalıma abunə olaraq mənə dəstək olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşənədək.